Salam, dəyərli izləyicilər. Deməli, bizim bugünkü mövzumuz coğrafiya 8-ci sinif. Deməli, birinci paraqrafın test izahı olacaqdır. Elə isə çox vaxt itirmədən, deməli, testimizin izahına keçək. Deməli, birinci sual Eratosfenin coğrafiya elminə verdiyi töhfələrdən danışılır. Deməli, burada məsələ nədir? Eratosfen coğrafiya elmində hansı işlərlə yadda qalıb? Deməli, birinci, ilk olaraq coğrafiya termini işlətmişdir, düzgündür, 1-1-dir. Atlantik okeanını tədqiq etmişdi. Atlantik okeanını tədqiq etməyib, xeyr. Yerin qütblərdən basıq olduğunu sübut etmişdi. Yox, bunu Isaac Newton eləyib. 3 yanlışdır, 2 də yanlışdır. 2-nin 3 yanlışdırsa, deməli qalır 1, 4, 5 və 1, 5, 6. İlk xəritənin müəllifidir. Bu düzdür, 1, 4 və yerin ölçülərini hesablamışdır. Deməli onda da 1 də 5 olacaq. Aralıq dənizin dərinliyini təyin etmişdir. Xeyr. Deməli doğru cavab 1, 4, 5 C variantı olmuş oldu. Sual 2. Bakı ilə eyni enlikdə yerləşən şəhərlər. Deməli, Bağdad, Samara, Vaşinqton. Xeyr. Bağdad və Samara. Vaşinqton ola bilər, amma Bağdad və Samara eyni enlikdə deyil. A variantı yanlışdır. B-yə baxırıq. Pekin düzgündür. Tokyo və London burada yanlışdır. 2 də səhvdir. Moskva, Minsk, Havana. Xeyr. Bunların hər üçü uzaq gəlir. Dehli, Jakarta, Meksiko. Bunlar da uyğun deyil. E variantı New York, İstanbul və Madrid hər üçü deməli uyğundur. Deməli Bakı ilə eyni enlikdə yerləşməyə. Sual 3. Yeni Zelandiyanın müstəqil adalardan ibarət olması fikri aiddir Tasmana. Yəni doğru cavab Y variantı oldu. Burada A variantı işarələnib yanlışdır. Doğru cavab Tasman oldu. Y variantı. Sadəcə James Cook 18-ci əsrdə, yəni 1770-ci illərdə falan Avstraliya adalarına və s. səfər edib oranın müəyyən coğrafi quruluşlarını öyrənmişdi. Doğru cavab Tasman olacaq. 3-də Y variantıdır. Sual 4. Isaac Newton'un yerin ellipsoid formasında olması fikri nəyə əsaslanmışdı? Deməli, o əslində yerin öz bir cazibə qanununa əsaslanmışdı. İkincisi də yerin öz oxu ətrafında fırlanması fikri idi. Yəni, burada apardığı ölçməkləri yox, yerin öz oxu ətrafında fırlanması ya da cazibə qanunu ikisindən biridir. Burada isə B variantı oldu. Deməli, doğru cavab 4-də B-dir. Sual 5. Doğru ifadələri müəyyən edin. Avrasiya böyük coğrafi kəşflər dövründə kəşf olunub. Xeyr. Avrasiya materiki bildiyimiz kimi ən qədim zamanlardan etibarən yerli insanlara, yəni yer sakinlərinə məlum idi. 1 yanlışdır. Ona görə A və C getdi. 2. Coğrafiya termini ilk dəfə Eratosfen işlədib. Bu da düzdür. Ptolemeyin xəritəsinin 15-ci əsrə qədər istifadə olunub. Bu da düzdür. Bəli, möhtəşəm çəkmişdi 3-cü xəritəni. 2-3 doğru cavab oldu. Hindistanın ilk dəniz yolunu Fernando Magellan açmışdı. Xeyr, Vasco da Gama açmışdı 1497-98-ci illərdə. 4-də səhvdir. Deməli 1 səhv, 4 səhvdirsə qalır 2, 3, 5 ya da 2, 3, 6. Ən qədim qlobus İngiltərədə hazırlanıb. Xeyr, ən qədim qlobus İngiltərədə hazırlanmayıb, Yunanistanda hazırlanıb. 5-də yanlışdır. 6-ya baxırıq. Plan, xəritə və qlobus kartoqrafik təsvir vasitələridir. Bəli. Bildiyimiz kimi aid olan ərazinin ən geniş kartoqrafik təsvirlərini məhz qlobus, xəritə və plan təsvir edir. Sual 6. Dünyanın iqlim bölgüsünü aparmış Azərbaycan coğrafiyaşünası və tədqiqatçısı kimdir? Əlbəttə ki, bu Əbdürrəşid Bakuvi olmuşdur. C variantı. Hacı Zeynalabdin Şirvani 60.000 kilometr getmişdi. Bildiyimiz kimi Şimali Afrikadan deməli cənuba doğru. Abbasqulu Ağa Bakıxanov deməli başqa deməli Gülüstan İran əsərindən daha çox tanınır. O da bir sıra coğrafi nüanslar qeyd edilmişdir. Əbdürrəşid Bakuvi isə əslində sırf birbaşa olaraq o dediyimiz iqlim bölgüsünü vermişdi. Nəsrəddin Tusi yerin ölçmələrini hesablamışdı. İsmail bəy Qutqaşının isə əsəri Parisdə saxlanılan deməli coğrafiyaşünas, tarixçi yazıçılarımızdan biri olmuşdur. Cavab C variantı oldu. Sual 6. Sual 6-nı bitirdik. İndi 7-yə keçid alırıq. 7-də nə deyir bizdən? Yerin fırlanmasını riyazi yollarla sübut eləyən kim idi? Əlbəttə ki, bu Nəsrəddin Tusi olmuşdur. Az öncə bundan əvvəlki sözdə dedim ki, məhz yerin fırlanmasına fikirlər bildirmişdi. Cavab Nəsrəddin Tusi A variantı oldu. O, əlbəttə ki, bunun Marağa rəsədxanasında apardığı tədqiqatlar sayəsində müəyyən eləmişdi. Sual 8. Yer haqqında elmlər sisteminə daxildir. 1. Geologiya, bəli.
2 coğrafiya, düzdür, riyaziyyat xeyir, tarix xeyir, ədəbiyyat xeyir, bir də hidrologiya. Su haqqında elmdir. Yəni okean, göl, çayın dibi, quruluşu, relyefi və s. haqqında. Geologiyada, bir də coğrafiyada bilirik onu, deməyə ehtiyac yoxdur. Deməli 1, 2, 6 doğru cavabımız oldu. Sual 9. Dreyf stansiyalarının əhəmiyyəti. 1. Kosmik şəkillərin köməyi ilə yer kürəsi öyrənilir. Bu düzdür, biri biridir. 2. Atmosferdə baş verən dəyişiklikləri kosmosdan izləməyə imkan verir. Bu da düzdür. 3. Bir stansiyanın vasitəsilə okeanda geniş ərazilərin öyrənilməsi mümkün olur. Xeyr. Bir şey yoxdur. Materiklərin daxili hissələrində seismoloji proseslər, bəli, yerdə olan qatlar, yerin altında baş verən titrəyişlər və s. zəlzələlər və s. hamısı bunun sayəsində öyrənilir. 5. Qütb ətrafı rayonların iqlim və okean suyunun xəstələrini öyrənməyə xidmət edir. Bu da düzdür. Deməli, doğru cavab 1, 2, 4, 5 oldu. 10-cu və sonuncu sual. Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər 60 min kilometr yol qət etmişdir. Deməli, bu kim olmuşdu? Hacı Zeynalabdin Şirvani. Christopher Columbun Amerikanı kəşf etməsi haqqında qəribə kəşflər əsərini yazmışdır. Heç biri. Yerin fırlanmasını və ölçülərini müəyyən etmişdir. Nəsrəddin Tusi. Yeganə kitabı Parisdə Milli Kitabxanada saxlanılır. Heç biri. Qafqaz coğrafiyası adlı kitabın müəllifidir. Abbasqulu Ağabacıxanov. Deməli 1-ə aid oldu. C 2-yə aid oldu. A 3-ə aid oldu. Y. B və D variantları heç birinə aid deyil. Belə dəyərli izləyicilər, bu günlük bu qədər. Ümid edirəm bu variantı və bu test sualını bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.